Birinci sual bizdən doğru qısa cavab seçməyimizi istəyir. Yəni doğru qısa cavab ya so ilə başlayacaq, ya neither ilə olacaq və yaxud da ki tərkibində either olacaq. Demək cümləmiz əgər təsdiqdədirsə, biz qısa cavab so ilə başlayan seçməliyik. Əgər cümləmiz bizim inkardadırsa, biz qısa cavab neither ilə və yaxud da tərkibində either olanı seçməliyik. Və həmçinin biz burada nəyə fikir verməliyik? Cümlənin zamanına fikir verməliyik. Cümlə özü hansı zamandadırsa, cavabda so-dan, neither-dən sonra həmin zamanın köməkçi feilindən istifadə edəcəyik. Yəni bu da əsasdır. They have had no gas since Monday. Burada cümlə indiki bitmiş zamandadır. Yəni burada nə görürük? Have görürük. Have köməkçi feili ilə düzəlmişdir və cümlə özü inkardadır. Nə görürük? No görürük. Demək biz inkarla başlayan, yəni inkar qısa cavabı seçməliyik. Birbaşa olaraq so ilə başlayanı çıxırıq. Niyə? Çünki bu cümləmiz inkardırsa biz so ilə ona cavab verməyəcəyik. İndi baxırıq digər variantlara. Digər variantlarda so yoxdur. Digər variantlarda nəyə baxırıq? Zamana fikir verməliyik. Məsələn, B variantında neither had idi. Neither-dən sonra had-dir. Yəni burada had olmalı deyildi. Have olsaydı düz olardı. Çünki bizim cümləmizdə have had-dir. Köməkçi feilimiz də have-dir. Ona görə B variantı səhvdir. C variantında demək yenə də səhvdir. Don't var. Bizim köməkçi feilimiz yəni əsas cümlədə do yoxdur. Have had-dir. Present perfect zaman formasında have köməkçi feilindən istifadə olunur. Do-dan, does-dan və s. yox. Did-dən yox. Ona görə biz C variantını da götürə bilmərik. Doğru variantımız D variantıdır. We haven't demək either. Either inkar cümlələrdə işlənir, inkar qısa cavablarda işlənir və burada haven't doğru göstərilmişdir. Çünki bizim inkar cümləmizdə elə have var. E variantı da səhvdir. Çünki burada do var. Yəni yenə də əsas cümləmizdə do, does, did, had olmadığına görə biz qısa cavabda həmin köməkçi feillərdən istifadə edə bilmərik. Hansı köməkçi feildirsə, həmin köməkçi feili axtaracağıq cavabda. Təsdiqdirsə, so-dan sonra həmin köməkçi feili istifadə edəcəyik. İnkar cümlədirsə, so-dan sonra, neither-dən sonra və yaxud da either olan cümlədə qısa cavabda həmin köməkçi feildən istifadə edəcəyik. They have had no gas since Monday. We haven't either. Bazar ertəsindən bəri onların qazı olmayıb, bizim də olmayıb. Yəni cavabda belə tərcümə olunur.